Mən Musabəyli Hidayət Ağakişoğlu 1956-cı ildə Qərbi Azərbaycanda Alaverdi rayonunun Böyük Ayrım kəndində dünyaya göz açmışam. Orta təhsilimi də kənd orta məktəbində almışam, sonra Bakı Dövlət Universitetini bitirmişəm. Fəlsəfə institutunda fəlsəfə üzrə akademiyada aspirantura bitirmişəm. O sahədə Azərbaycan bayatılarından bir dissertasiya işi işləmişəm, amma onu kitab şəklində, kiçik kitabçalar şəklində çap edib kütləvi yaymışıq. Sonra da uzun müddət pedaqogika sahəsində işləmişəm, Təhsil Nazirliyində məktəb kitabxanalarına rəhbərlik eləmişəm və pedaqogika üzrə elmi tədqiqat işləri aparmışam. Mehdizadə mükafatı laureatıyam. Yəni bizə elə gəlir ki, pedaqogika sahəsində ən böyük mükafat elə Mehdizadə mükafatıdır. Bizim pedaqogika sahəsinin elə o vaxt Rus akademikləri deyərdi ki, pedagogikanın Allahıdır Mehdizadə. Və mən ondan da fəxr edirəm. Ondan da başqa bir neçə fəxri adlarım var, Yazıçılar Birliyinin üzvüyəm. Qızıl Qələm mükafatı laureatıyam. Qabaqcıl maarif xadimiyəm. Bugün indi Nərgiz Nəşriyyatının direktoru kimi fəaliyyət göstərir. Mən sizə Qərbi Azərbaycanın tarixi ilə bağlı bəzi faktları danışmaq üçün, bölüşmək üçün gəlmişəm. Çünki bizim deyirlər ki, çox vaxtı bizim Qərbi Azərbaycanla bağlı tarix yoxdur əlimizdə, amma əslində mən fəxr edirəm ki, bizim elə böyük tarixi abidələrimiz var, elə yer adlarımız var. Onun əsasında biz günlərlə danışıb öz tariximizi ortaya qoya bilərik. Və bir də mən söhbətimə başlamamışdan əvvəl Montesquieu adlı 18-ci əsr fransız maarifçi filosofunun bir fikrini sizə çatdırmaq istəyirəm. Deyir, dünyanın heç bir xalqı fatihlik şöhrətini və əzəməti ilə türklərlə yarışa bilməz. Bu müzəffər xalqın yalnız tarixçiləri çalışmayıb ki, onların ağlaq sığmaz qəhrəmanlıqlarının şöhrətini yaysınlar. Nə qədər ölməz əməlləri əbədilik dəfn olunur. Türklər nə qədər tarixini bilmədiyimiz dövlətlərin əsasını qoydular. Bu sözlər bizə ibrətamiz dərs verir. Yəni biz öz tariximizi, qəhrəmanlıq tarixi yaratmışıq. Əzəmətli dövlətlər yaratmışıq, amma onların tarixini yazmamışıq. Ona görə də mən bizim Qərbi Azərbaycan tarixi ilə bağlı, xüsusən də Lorud mahalındakı o ərazilərin tarixindən, o qəhrəmanlıq tarixindən, əzəmətli tarixindən bağlı bəzi söhbətlər eləmək istəyirəm. Bax, bizim o ərazilərdə rayonumuzun adı Alaverdi idi. Allah verdi. Ermənilər Alaverdi deyirdi, amma əsl adı Alaverdidir. Türk adıdır, Türk sözüdür. Bunun izahata ehtiyacı yoxdur.
Amma biz uşaq olanda o Alaverdi şəhərinə deyərdilər Manes. Manes sözü də Manas deməkdir. Manas sözünün böyük bir şəhər olub qədim. O şəhər haqqında bircə sizə onu deyim ki, İngilis alimi George Ward kitablarda yazır ki, orada yaşayanlar Manas Türk tayfaları olur. Həm də o Manas şəhərinin adı həmin Türk tayfalarının adındandır. Manas sözünün özü də Manastur deməkdir. Müqəddəs yer olduğu üçün Manasturda Allahın ruhu deməkdir. Allahın ruhu harda qorunar? Yəni müqəddəs yerdə. Qədimdən müqəddəs Türk şəhəri olduğu Alaverdinin şübhəsizdir. Uzun illər Manas adından fəaliyyət göstərən, qayaların üstündə tikilmiş əzəmətli şəhər öz adını qoruyub. Yalnız ora fransızlar ayaq açdıqdan, Yunanlar gəldikdən sonra onun adı çevrilib olub Allahverdi. Yəni o da bir növ elə o Manas sözünün təkrarı kimidir. Mənim etimallarım odur ki, bax bizdən o Alaverdi şəhərindən, Manas şəhərindən indiki Orta Asiyada Manas dastanı var, Qırğız dastanı. Qırğızlar da elə bu ərazilərdən köçür gedir. Bilirsiniz ki, Qırğızlar da Oğuz türkləridir. Və o Qırğız adı hardan yaranıb? Dədə Qorqud dastanını diqqətlə oxuyanlar, ona isnad edənlər bilir ki, Dədə Qorqud iç və diş Oğuz tayfalarındandır. İç Oğuz, diş Oğuzdan törənən sırf Dədə Qorqud nəsilləri Qırx Oğuzlar adlanır. Buna şübhə eləməmək üçün biz elə Dərbənddəki qəbirstanlığın adına isnad edək. Dədə Qorqudun dəfn olunduğu qəbirstanlığın adı Qırx Oğuz qəbirstanlığıdır. Və Azərbaycanın özündə də müxtəlif rayonlarımızda, ərazilərimizdə Qırxlar adlı tayfalar bu gün də yaşayır. Demək olar, sırf Dədə Qorqud nəsilləridir. Və buna bax bizim rayonda da çox yerdə rast gəlmək olar. İndi söhbətimizin ardında ona isnad eləyəcəyik. Və bizim bu mahal nəinki Qərbi Azərbaycanın, mən deyərdim ki, Cənubi Qafqazın ən qədim yaşayış məkanlarındandır. Və dünyanın da qədim məkanlarından biridir. Bax, George Ward yazır ki, 4 cildlik İngilis alimi George Ward'un Cənubi Qafqazın qədim şəhəri, Manas şəhəri haqqında yazır ki, o şəhərin tarixi 5000 il əvvələ gedir. 5000 il əvvəl də bilirsiniz ki, Nuhdan əvvəlki dövrə gedib təsadüf edir. Yəni, sonuncu, üçüncü daşqından əvvəl yaranıb o şəhər. Qayaların üstündə əzəmətli şəhər yaratdıqları üçün o şəhər sonradan da bərpa olunub, şəhər kimi davam edib. Bu mən inandığım elmi ehtimallardır, fərziyyələrdir. Çox güman ki, elə bu belə də olubdur. Sonra bizim qədim yerlər var.
Bax, ziyarət yeri idi. Adamda qəribə gəlir ki, o yazılara mən uşaq vaxtı baxmışdım. Adına deyərdik Nəhədək. İndi monastır deyək, nə deyək, fərqi yoxdur. Amma çox qədim idi. Nəhədək adı haqqında mən düşünmüşəm və elə eyni zamanda bütün oradakı yer adları haqqında mənim son qənaətim belə olub ki, bunlar hamısı türk sözləridir. Sadəcə olaraq müəyyən dövr keçdikcə deformasiyaya uyğunluq dəyişiklik yaranır. Məsələn, Nəhədək sözü. Heç bir dildə onun sinonimini tapa bilməzsən. Mənim qənaətim odur ki, o monastır, o məbəd o qədər qədimdir ki, və ona görə də onun adını qoyublar Nuhadək. Nəhədək sözünün kökü Nuhadək. Nuhdan yaranma. Yəni onun tarixi gedib Nuha çıxır. Oradan da bir su gəlirdi, təmiz büllür çay idi. Bulaq sularından birləşib gəlirdi. Onu uzun müddət biz orada içməli su kimi elə kənddə o su ilə təmin olunurdu. Və biz oranın qədim sakinləri olduğumuzu ehtimalını demək bizim üçün çətindir. Çünki ermənilər oralara köçürülüb yerləşəndən sonra oradakı Azərbaycanlı əhali yavaş-yavaş köç eləməyə başlayıb. Deməli, qonşu tərəflərdə, dağların üstündə Şınıq, Toğet, Göçkən kəndləri var idi. Onlar da yaylaq yolunun ağzında yerləşirdi, üstündə yerləşirdi. Demək, bizim bir dağımız var idi, Ləlbər dağı. O Ləlbər dağına ən çox Qazağın İncə dərəsinin qoyun sürüləri gedərmiş. Deyilənə görə o qədər qoyun sürüləri olarmış ki, oradan yaylağa 60 kilometr məsafədir. Deməli, sürülər yola çıxanda Qazaxdan o İncə dərəsindən sürülərin sonu əvvəli yaylağa çatanda sürülərin arxası hələ Qazaxdan təzə çıxarmış. O qədər qoyun sürüləri olarmış. Demək, həmin qoyun sürüləri, həmin o qoyunlardan, həmin qoyunların növündən bu saatda Ağdamda, Qarabağ zonasında saxlanır o qoyunlar. Və bu dağ həm əzəmətli dağdır, həm də müqəddəs dağdır. Bunu deməyə əsas verən nədir bizdə? Bax, Ləlvər sözü mənə görə Lələvər sözündəndir. Lələvər də, bax, bu bizim fikrimizi təsdiq eləmək üçün mən ona istifadə eləyə bilərəm ki, Ləlvər dağı silsilə dağlardan deyil. Ləlvər dağına 3 tərəfdən yol var. Yəni 3 tərəfdən 4-5 yol var. Alaverdinin Manas şəhərinin özündən də qalxmalı olardı, sanayindən də qalxmaq olardı. Bizim yaylaq yolumuz isə Üçkilsə deyilən o Debet çayını keçib Üçkilsə deyilən yerdən qalxardıq yaylağa. Yəni ona görə deyirəm ki, bu dağ
Koroğlu dastanında da bu dağa rast gəlirik. O dağdan gələn çaya da rast gəlirik. Yəni müqəddəs yer olduğu üçün o dağa hamı yaylaq yeri kimi gedib, yaylağa ziyarətgah kimi gedib. Lələbər, Lələ dağ deməkdir. Bildiyiniz kimi ona bənzər burada da bizim müqəddəs dağımız var. Şirvanda, Baba dağ. Mənə elə gəlir ki, hər ikisi silsilə dağlarla əhatə olunmayan dağlardır. Baba dağ da, Ləlbər dağı da. Orada da müqəddəs yerlər çoxdur. Elə Baba dağın özü də ki ziyarətgahdır. Bunu hamımız bilirik. Bax bu oxşarlıq, bu torpaqlarımızın qədimliyi məni sevindirir. İstədiyimiz şəkildə biz o tarixləri öyrənə bilərik. Çayın adı da Tona çayı idi. Bircə faktı sizə deyim ki, Koroğlu dastanında dağ çayı olduğu üçün Koroğlu belə bir ifadə işlədir. Qırat qəvvas olaydı, üzəydi Tonanı. Koroğlu'nun bir arzusu olur ki, o Qırat rahatlıqla o çayı keçə bilsin. Bu nə məna verirdi? Niyə Koroğlu belə deyir? Adi dağ çayıdır. Amma dağ çayı olmağına baxmayaraq, orada elə daşqınlar olurdu. Elə bir 5 mərtəbəli ev boyda, onun yarısı boyunda daşlar gəlib çaya düşərdi. Və o çay da gəlib ki, o daşın üstündən qalxardı. İndi azalmışdı son vaxtlar o çayın bolluğu azalmışdı. O vaxtı o çayı hər adam hər yerindən atla keçmək olmazmış. Ona görə Koroğlu deyir ki, Qırat bir qəvvas olaydı, istədiyi yerdə oradan keçə bilsin. Koroğlu da harda daş yoxdur, qayalıq yoxdur. O daş qaya olan yerdə su qalxır, bir də tökülür. Orada burulğanlar yaranır. Ondan ehtiyat eləyərmiş. Bizim qədim türk dilimiz var. Bir də erkən orta əsr türk dili və nəhayət inkişaf edib, dəyişib, gəlib bizə çıxan dilimiz var. Dədə Qorqud dövründə o dağın adı Argu dağ idisə, qədim türk dilində o dağın adı Ararat dağıdır. İsnad üçün gedib 63-cü ildir səhv eləmirəmsə, Leningrad Şərqşünaslıq İnstitutunun buraxdığı Drevni Turetski Slavara baxmaq kifayət edir. Necə olur ki, Rus şərqşünasları bizim Azərbaycan sözünü, bizim yer adlarımızı tədqiq edir, amma biz ondan faydalana bilmirik. Orada Ağrı dağın adı Ararat kimi verilib. Və izahın da verilib ki, qədim türk sözüdür. Haça dağ deməkdir mənası da. Araz sözü də həmin kökdəndir. Ara art. Haça dağ deməkdir. Ara aks dağ arası deməkdir. Araz çayı da həmin o dağların arasından axıb gəlirdi ilə. O da türk sözüdür, o da. Bunda gəlin biz deyək ki, Araks sözü də erməni sözüdür. Bu nə deməkdir? Bu biz özümüz mənliyimizi, öz tariximizi bu qədər saxtalaşdırmaq bizə yaraşarmı? Və mən sizə bir də onu deyim ki, Alaverdi rayonunun, o Manas dediyimiz şəhərin əhatə elədiyi
kəndlərin əksəriyyəti böyük kəndlər, qəsəbələr olub, həm də tarixi yerlər olub. Bax, Axtaladır, Sanayindir, nə bilim, Ağbatdır, Şamlıqdır. Bunlar hamısı qədim türk məkanları olur. Ağbat sözünün mənşəyinə gələk. Ağbat. İşıqlı məkan deməkdir. Və görürsünüz, bizdə dilimizdə var, şəhər adı var. Aktubenski, Orta Asiyada. Aktubenski də həmin kökdəndir. Demək bu, bizim burada, mən bayaq dedim ki, biz ora Qazaxdan köçmüşük. Qazax o Ləlbərə gedən dağ yolunun kəsilməməsi üçün ki, ermənilər orada çayın hər iki qırağında kənd salmışdılar. Ona görə də bizim o İncə dərəsinin İncəlilər orada gəlib məkan salırlar. 28-ci ildə ermənilər köç eləyib, gəlib oralarda yerləşdirilən vaxtı bunlar da başlayır ora gəlməyə, orada yurt salmağa. Nədir? O dağ, Ləlbər dağı kimi, o müqəddəs dağ, qoyun quzularımızın örüş yeri, yaylaq yerimiz əldən çıxmasın. Çar Rusiyasının sənədlərində göstərilir ki, 1846-cı ildə indiki Böyür Ayrım kəndində 6 malikanə olub. 46-cı il məlumatında. Ondan sonra başlayır kənd yavaş-yavaş böyüməyə. Bizim kəndlə üzbəyüzdə isə Şınıq adlı böyük bir kənd var idi. Mən o kəndləri, o qədim kəndləri qoyub bura qayıtmaq istəyirəm ki, elə söhbətimiz bura gəldi, elə Şınığı izah eləyək. Şınıq kəndi, Şınıq sözü şənlik, elitar bəylərə məxsus kənd, şənlik demək. Bu kənd çayın Tiflisdən gedəndə sol sahillərində idi. Bizim kənd də sağ sahillərində. Özdə Şuşadakı o qalalara bənzər qalalar idi. Hər iki tərəf. Qayalar. Hündürdə yerləşirdi kənd. Demək, 30-cu illərdən sonra bu ki, Şınıq kəndinə ermənilər köçürüləndə Azərbaycanlılar, bu bəylər bəlkə də rahatlıq üçün, bəlkə də oxşarlıq üçün, nə məqsədlənsə gəlib Şınıqda indiki Şınıq zonası deyilən yerdə təsəvvür eləyin ki, bu Şınıq kəndi oradakı bizim Alaverdi rayonundakı Şınıq kəndi o vaxt o qədər böyük kənd olur ki, 3000-4000 təsərrüfat olur. O vaxt üçün böyük əhalidir. Buradan bir küçə köçüb gəlib bir kənd salıb. Təsəvvür eləyin ki, buradan gələn əhali, həmin o Şınıq kəndindən Gədəbəyə köç eləyən əhali bugün orada 28 kənd salıb. O kəndin də, bayaq dedim, elitər kəndi olub. O kəndin də bir gözəl xüsusiyyəti olub ki, gözəl türk kəndi salıblar, məmləkət düzəldiblər. Demək, o bəylərdən 5 bəy
bir kənddə məskunlaşmış. Hamısının hərəsinin bir tərəfdə sahələri var, sürüləri var, filanı var, amma o bəylər 5-i də bir kənddə yaşayır, bir ərazidə yaşayır. Və kənddə belə 5 küçə idi. 5 küçə gedirdi, ortadan keçən küçə onu kəsəndən sonra ağac kimi şaxələnirdi. Hər 5 küçə yenidən 5 məhəlləyə bölünürdü. Küçə yox, məhəllə idi də olar. Hər 5 məhəllənin özü də gedib ortadakı böyük məhəllə kəsirdi, keçid var idi. Oradan sonra 5 yerə bölünmüşdü. Və o gedəndən sonra da dağ boyu, dağın ətəyi boyu şaxələnirdi. Ağac kimi. Yəni bilirsiniz ki, ağac elə bizim simvolumuzdur da, Türkün qədim simvolu. Ağac kimi şaxələnib kənd o qədər böyüyürdü ki, o meşələrə qalxanda, dağlara qalxanda o kəndin bu başından o başını nə görmək, nə getmək mümkün olmur. Ona görə də onlar hər küçə sonradan gedib Gədəbəydə özü üçün bir kənd salır. Və bu ərazilərdə ayrım, elə biz də həmin o ərazinin adıyla böyük ayrım adlandırmışıq kəndimizi, gələn bizim nəsillər. O ayrım da əslində Ağ-Rum tayfaları, yəni qədim türk tayfaları olub ki, Ayrumlar. Onlar Ayaz tayiş edən türklərdir. İndi Gədəbəydə də böyük bir ərazi, o dairə ayrım zonası adlanır. Oranın da mərkəzi Şınıq kəndidir. Orada da 28 kənd, bayaq dediyim kimi, həmin kəndlər də elə hamısı, bəlkə bunu heç o Şınıq cəmaatının özü də bilmir. Bəli, sizin vasitənizlə bilərlər. Bəli, bizim məqsədimiz odur ki, biz hamımız bilək ki, onlar bizlə bir torpağın adamlarıdır. Bir ərazinin adamlarıdır. Sizin kənddə rəsədxana da olub. Bayaqları bizim rayonda, bəli. Bəli. Şəklinlə göstərsəniz, hər Demək, kəs tanış olar. Mən sizə biraz o da Sanayin kəndinə, qəsəbəsinə yaxın ərazilərdə idi. Sanayində köhnə abidələr var, tarixi abidələr. Əvvəla mən sizə deyim ki, Sanayin nədir? Bax, bunlar o 6-cı əsrə məxsus abidələr, 7-ci əsrdə tikilən abidələr türklərə məxsus deyildisə, kim tikib bunları? Demək, o vaxtı Sanayin sözünün mən sizə mənasını açmaq istəyirəm. Sanayin mənim etimologiyama görə, mənim yozumuma görə Sank-an sözündəndir. Bunun da Sak tayfalarının adından bağlıdır. Belə yerlər bizim qədim Şəki kəndi var idi, Saki, Qafanda. O da Sakların adından bağlıdır. Oradan köçənlər gəlib Nuxanı, indiki Şəki şəhərini saldılar, Şəki yaratdılar burada. Yəni o Sak tayfaları bizim qədim türk tayfalarıdır. Onların, həmin tayfaların törəmələridir ki, o Sanayi şəhərində, mən də düşünürdüm ki, bu əvvəllər düşünürdüm ki, Sanayin nə erməni sözüdür, nə
türk sözüdür. Amma sözün kökünü araşdıranda görürsən ki, Sak tayfaları, Sakların məkanı. Sanayidə tarixi abidələrlə yanaşı bir qəribəlik də var ki, Sanayin də dəniz səviyyəsindən hardasa təxminən 1200 metr yüksəklikdədir. Ləlvər dağının da ətəyindədir. Orada 13-cü əsrdə əvvəl başlayıb tikintisi, amma 13-cü əsrdə yekunlaşmış bir tağlı daş körpü var. Körpünün qəribəliyi nədədir? At, arabalar keçmək üçün enli sal daşlardan, bax belə, bax bu endə pilləkənlər var. Yəni at, araba keçə bilən, qalxa bilən pilləkənlər. Bu körpü görürsünüz pilləkən kimi qalxır. Buradan da düzünə qayaların üstündə tamamlanır. İndi bu körpü mənim diqqətimi niyə çəkirdi? Niyə Manas şəhəri böyük şəhərdir? Burada belə körpü yoxdur, amma belə bir əzəmətli körpü Sanayin kəndində, bəyəm yalnız yaylağa getmək üçün idi. Yaylaq yolu var idi, qoyun quzunu aparmaq üçün çay qırağı gedərdi, Üçkilsə deyilən yerdən də üzü yuxarı qalxardı. Özdə biz də yaylağa həmin o Üçkilsə deyilən yerlə getmişik. Böyük qoruq var idi. O böyük qoruq da böyük bir sahədə biçənək yeri idi. Həm də malı, qoyunu yaylağa aparanda o bizim üçün daha əlverişli idi ki, qoyun quzu da orada yaylağın ətəyində, o böyük qoruq deyilən ərazidə dayanırdı, rahat, örüş yeri kimi yavaş-yavaş qidalana gedirdi. Və bu körpü nədən ötürüdür? Niyə salınır? Həmin ərazilərdə bax belə bir abidə var. Mən vaxtilə bunun haqqında bizim Babadağ adlı jurnalımız var idi. Orada da şəkillərini vermişdim və öz ehtimallarımı yazmışdım. Bu Marağa rəsədxanəsinə bənzəyir. Marağa rəsədxanasından da hələ tarixi mənbələrdə göstərilir ki, bir neçə il əvvəl inşası başa çatdırılıb. Mənə belə gəlir ki, bu yerləşdiyi, bu abidənin yerləşdiyi ərazi bizə imkan verir ki, deyək ki, bu məbəd deyil, bu rəsədxanədir. Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdədir. Əhali yaşamayan ərazidədir. Sakit bir ərazidə. Sanayin kəndinin özündən bir 300-400 metr yüksəklikdədir. Sanayinin özü bayaq dedik ki, 1200 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Hələ bu da ondan bir 300-400 metr yüksəkdə salınıbdır. Özdə kənddən təxminən bir 3-4 kilometr uzaqda. Və bu yerləşdiyi ərazi bizə imkan verir ki, deyək ki, bu adətən də rəsədxanələr dağların ətəyində yerləşir. Dəniz səviyyəsindən 1400, 1500, bəzən 1600, 1700 metr yüksəklərdə salınırdı ki,
orada hava təbəqəsi seyrəlir, o yüksəkliklərdən göy cisimlərini, planetləri, ulduzları müşahidə eləmək asan olurdu. Siz bilirsiniz ki, bizim türklər də qədimdə bütün insanın taleyi, yaşayışı ilə bağlı göy cisimlərinə isnad eləyib, göy cisimlərinə müqəddəs kimi baxıb, necə də elə müqəddəsdirlər. Və hələ bizim qocaların deyimlərində, dilində söz var idi ki, hər kəsin göydə bir ulduzu var. Yəqin ki, onu siz də eşitmişsiniz. Yəni, göydəki planetlər, göydəki göy cisimləri o qədər çoxdur ki, deyərdilər ki, hərənin öz ulduzu var. Oradan idarə olunur insan. Ona görə də bizim türklər həmişə göy cisimlərini öyrənməyə, insanın taleyi ilə maraqlanmağa, daha yaxından təmasda olmaq üçün onlara astronomiya elminə müraciət ediblər. Bütün bizim türk xırda, böyük dövlətlərimizdə şahların, saray əhalinin yanında həmişə münəccimlər olarmış. O ulduzlarla bağlı bunlara açmasını versin. Ulduzlar nə deyir, o insanın taleyinə, o məmləkətin taleyinə hansı ziyanı, hansı xoşbəxtlikləri yetirə bilər. Bizim Uz tayfaları, Oğuz tayfaları daha doğrusu, Uzlar adlanıb. Bayaq dedik ki, Uzlar adlandırırdılar onları. Uz tayfalarının adından da ola bilər. Uzunlar sözü. Oğuz tayfalarının adından da, Oğuzların adından da olar ki, əslində biz tarixdən bilirik ki, bunu Dədə Qorquddan da bilirik, o bir dastanlarımızdan da bilirik ki, Oğuzlar boyca uca olublar. Oğuz tayfaları uca boylu olur. Və orada da Oğuz tayfaların yaşadığını bir daha sübutdur ki, orada özlərini adlandırırdı, kəndini də, məkanını da Uzunlar. Həm bu Uz tayfalarına aiddir, həm də Oğuzlara. Yəni Uz, Oğuz eyni sözdür. Onları başqa cür mənalandırmaq mümkün də deyil. Və onların da tarixi abidələri var. Bax. Bunların da hamısı erkən orta əsrlərə gedib çıxır. Bu o deməkdir ki, bax, Ağbat kəndi. Ağbat kəndindəki abidələrin tarixi daha qədimdir. Hətta bax, bu Ağbat kəndində, bu abidələrin içində, bax, bu kompleksin içində böyük bir kitabxana mövcud olur. O məbədlərlə yanaşı kitabxanalar olur. Əl yazma kitabları saxlanan. Bəs biz belə dəyərli yerlərimizi, bəli, biz də o vaxt anlamırdıq, deyirdik ki, sonradan o erməni köçündən sonra biz hardan hara getmişik, onu mən deyə bilmərəm, o haqqında da düşünməmişəm. Amma bir onu bilirəm ki, oralar bizim qədim türklərin məkanlarıdır və məsələn Şınıq kimi, bizim gözümüzün qabağında olan Şınıq kəndi kimi. Onu mənə bizim bu Debet çayı sahillərində atam rəhmətli dəmir yolçuydu. Onlar üçün də bağ sahələri vermişdilər. Və uşaq vaxtı gedirdi orada meyvə qurudurduq,
nə bilim, çoxlu şəftalı ağaclarımız var idi. Şəftalımız olardı, yaxşı çiyələk bağlarımız var idi. Və mən də o ermənilər o vaxtdan araq çəkməyi bacarırdılar, onunla məşğul olurdular. Biz o meyvələrdən quru kimi, qax kimi istifadə eləyirdik, mürəbbə üçün filan üçün, amma ondan biz araq məhsulu çəkmirdik. Ona görə orada bizim bir bağ qonşumuz var idi. O bizə də meyvələri yığıb araq çəkərdi. Mən də həvəsim var idi, deyir Aytən xanım. Mən də çox vaxtı, o kişinin adı Polad idi. Mən də ara bir dərsdən çıxandan sonra gedərdim, həvəsim var idi. O 6-7 kilometr məsafəni səhər tezdən durub gəlirdim ki, dərsə çatım. Demək, o kişinin o vaxtı 64-65-ci illərdə 100-ə yaxın, öz dediyinə görə 96 yaşı var idi. Və o, həmin o dediyim Şınıq kəndində yaşayırdı. O deyirdi ki, biz uşaq olanda kəndin böyük əksəriyyəti ermənilər idi, belə Azərbaycanlılar idi. Bircə bizim o çay qırağı, Şınıqda ki, o birinci məhəllə var idi, o Göydağdan gələn bir xırda çay var idi, adı yadımdan çıxıb unutmuşam. O çayın sahillərində idi. O Göydağa doğru uzanırdı. Deyir, biz onda o vaxtı, biz gələndə, mən uşaq olanda, bizim kənddə mədrəsə də var idi. Azərbaycan dilində uşaqlar oxuya da bilərdi, erməni uşaqları. Hətta deyirdi ki, mən bura gələndə 7-8 yaşım var idi, məni adımı dəyişdilər, Polad qoydular. Bu gördüyüm faktdır mən. Və deyir, məni sünnət elədilər. Biz Azərbaycanlılarla bir kənddə yaşayırıq. Özü də kəndin böyük əksəriyyəti Azərbaycanlılardır. Və o vaxtdan deyir, mən Azərbaycan dilini də öyrəndim. Bugün də deyir, sərbəst danışa bilirəm. Bunu mən 2-3-cü sinifdə oxuyanda 64-65-ci illərdə mənə o kişinin danışdığıdır. Və biz bunlara tez qaynayıb qarışmaq üçün, doğmalaşmaq üçün bizimkilər bizi bu cür tərbiyə edir. Amma biz də əksinə yol tutduq, o kəndlərdən yavaş-yavaş uzaqlaşdıq. Bu sizin Aytən xanım, bu başladığınız yol çox uğurlu yoldur. Və gözəl də mövzularda bunların hər biri haqqında ayrıca söhbət eləmək olar. Qız qalasına bənzəyən qaladır. Görünür, mühafizə olunmaq üçün bunun aşağı hissəsində o elitar ailələr yerləşmək üçün yerlər də var. Və bu qala o Alaverdinin özündən Axtala böyük pasyolka idi. Axtala kəndindən təxminən bir 50 metr, 100 metr hündürdə dağların döşündə yerləşirdi. Həm hündür məsafədə idi, həm də ki, bax fikir verirsiniz bu qalaya. Başı Qız qalasına nisbətən daha təkmildir. Daha təkmildir, görürsünüz? Yəni buradan atəş açmaq, düşməni müşahidə eləmək, görmək daha əlverişlidir. Mənə elə gəlir bunun da adı Oğuz qalasıdır, Uz qalasıdır.
Yəni bayaq mən dedim ki, bu qalaların hamısı demək Oğuzların təşəkkül dövrünə düşdüyü üçün o mühafizə qalalarıdır. Dövləti mühafizə eləmək, qorumaq üçün bu bizə əsas verir ki, deyək ki, 13-cü əsrdə bu ərazilərdə bizim türk dövlətimiz mövcud olur. Dövlət olmayan yerdə qala tikilmir. Bu qalalar dövlətin mühafizəsi üçündür. Müşahidələr eləmək, o dövləti mühafizə eləmək üçün. Bu bizə əsas verir ki, ora elə belə adi yer olmuyor. Ora dövlətin, kiçik də olsa dövlətin mərkəzi olur. Həmin dövlətin özünün qalası olur, mühafizəsi olur. Və bir də mən bu mövzuda bir şey qeyd edeyim ki, uzun müddət bizə Qız qalası adından sırıdıqları qalalar Oğuz qalalarıdır. O qədər qədim abidədir ki, o daşlar neçə əsrlər keçib onun üzü nəyinsə mühafizə olunur. Üzünə nə çəkiblərsə, qapıya, üzünə. Hələ bizim nəsillər ora gedib, demək, indi bizim o nəsillərimiz köçdüyü elə 250 il ildir. O 250 ildə onun nə qapısı, nə bacası, özdə elə idi ki, o bacalarda pəncərə yox idi. Amma elə tikilmişdi ki, orada 1 qram nəmişlik yoxdur. Yerdən də təxmini 2 pilləkən aşağı düşürdün onun içərisinə. Amma o divar yazılardan mən o uşaq vaxtı baxmışam. Onda biz nəyə baxırdıq ki, bu erməni yazılarına oxşamır. Və ömründə də ora bir erməni ayağı dəyməzdi. Çünki onlara məxsus deyildi. Amma məni bir şey təəccübləndirirdi ki, niyə kənddən 7 kilometr aralıda belə bir ziyarətgah, belə bir məbəd ucaldılıb. Necə ucaldıblar, kim ucaldıb, nə məqsədlə ucaldıb? Onu mən aydınlaşdıra bilməmişəm özüm üçün ki. Axı bunu əgər məbəd kimi tərkib salırdılarsa, yaşayış yerində salaydılar. Ona yaxın ərazilərdə salaydılar. O bayaq dediyimiz o rəsədxanə kimi. Rəsədxanənin də tələbləri odur ki, dəniz səviyyəsindən təxminən 1200 metrdən artıq hündürlükdə olsun. Və yaşayış yerindən xeyli bir 2-3 kilometr aralıda olsun. Bax, Şamaxı rəsədxanəsi. Görürsünüz, Şamaxıdan Pirquluya 5-6 kilometr məsafə var. Niyə indi də rəsədxanəmizi orada salmışıq? Orada hava daha təmizdir. Göy cisimlər həm yüksəklikdə hava seyrəlir. Oradan da göy cisimlərini daha aydın müşahidə eləmək olur. Və bunlara da mənə əsas verir ki, deyim ki, bu rəsədxanədir. Və onun ikinci korpusu ki var, birinci korpus o uca qüllə, günbəzi 1251-ci ildə tikilib. Amma o aşağıdakı 9-cu, 10-cu əsr, 9-cu əsrin, 9-cu yüzilliyin sonlarında artıq istifadə olunurmuş. Və yavaş-yavaş o biri məbəd də tikiləndən sonra yekunlaşma, mənə elə gəlir ikinci bir tərəfdən də elə o çayın üstündəki körpünün də salınması bundan bağlıdır ki, o Astraxan rəsədxanaya gəlmək, getmək, avadanlıq aparmaq, gətirmək, müşahidə eləmək asan olsun deyə. Yoxsa yaylaq yoluna görə o boyda o vaxtı
qızıl pulla milyonlar xərcləyib bu körpünü salmazdılar. Düzdürmü? Bəli, bəli. Yəni dövlət əhəmiyyətli, o şahlar üçün, o idarə etməyini həyata keçirən hakimlər üçün, hakimiyyət üçün onu təmin əlverişli olmalıydı. Yoxsa ki, əhali yaylağa qoyun sürüsü aparacaq, mən onun üçün körpü dikim. O ağıl kəsən şey deyil. Bir də mənim yadımdan bir şey çıxdı. Bizdə kəndimizdən, o da bizim kəndimizdən xeyli aralıydı. Yəni mənə əsas verir ki, bu o müqəddəs yerlər hamısı Alaverdidən də, bizim kənddən də xeyli aralıdaydı. Bir günbəz var idi. Adda deyərdilər Şpitxan. 16-cı əsrin əvvəllərində tikilmiş günbəzdir. Ora biz uşaq vaxtı gedərdik. Bir tala yeri idi. Dörd tərəfi də meşəlik, biraz hündürdə idi, tala yerində idi. Aydın uzaqdan görünərdi. Bizdən kənddən də baxanda bir 7-8 kilometr aralıdaydı. O erməni kəndində də Şişqaya deyilən yer var idi. Oradan da baxanda o günbəz aydın görünürdü. Günbəzin içində də bir qəbir var idi. Və biz də bəzən düşünürdük, deyirdik ki, bu ermənidirsə, bunun üstündə niyə günbəz var? Və bu kim imiş ki, bu burada dəfn olunub. Və düşünürdük ki, bizdən əvvəl olub deyinə, onu aydınlaşdıra bilmirdik. Sonradan mən dedim ki, elə buna da biz Türk dilində, Türk gözündən baxsaq taparıq. Uzun müşahidə axtarışdan sonra mən də bunu yəqin elədim ki, bu da türk sözüdür. Bu da bizim dildən kənarda deyil. Bax, indiki Osmanlı dilində, danışığında, ləhcəsində bu sözlə biz nə deyirik, Aytən xanım? Demirik şu büt xan. Bu xanın bütüdür. Demək, hansı bir türk sərkərdəsi burada ömrü tamama yetib, onu deyib düşünüblər ki, bəlkə də şahın, o xanın özünün, xaqanın özünün istəyi olub. Və yaxud da onu Türkiyə aparmaq əvəzinə burada dəfn ediblər. Və xərc də çəkib, o xanın xatirinə onun adını ucaltmaq üçün onu günbəz tikiblər. Və o xanı da orada dəfn ediblər. Çünki mən onu gözümlə görmüşdüm ki, orada qəbir də var, qəbir daşı da var, sinə daşı da var idi və günbəz də var idi. Və oradakı yazılardan belə çıxırdı ki, o günbəz 16-cı əsrin birinci yarısı, birinci qərnəsinə də aiddir. Və bunu axtarmaq tarixçilərin borcudur. Nə var ki, bunu müəyyənləşdirmək ki, o günbəz kimin şərəfinə tikilib və kim tərəfindən inşa olunur? Onun arxitektoru kimdir? Bu çox asan şeydir. Bizim tarixçilər Türkiyə ilə birlikdə, birləşib, onu axtara da bilər, müəyyənləşdirə də bilər. Orada mən bir elə qəbahət görmürəm, çətinlik görmürəm. Və bu yolu tutsaq, biz gələcəkdə dövlətçiliyimizdə, tariximizi də, əzəmətimizi də qoruya bilərik.